İsmail müəllim, Allah sizə bərəkət versin. Qarşıdan Ramazan ayı gəlir. Hardasa 3, təxminən 4 gün qalıb. Bizə nə nəsihət edərdiniz bu ayı daha verimli, daha çox savablı, Allahın razı qaldığı şəkildə keçirmək üçün? Allah Subhanahu wa Taala bizləri Ramazana çatdırsın. Amin. Hər birimizi Rəbbimiz afiyət içində Ramazana çatdırsın. Həqiqətən əzəmətli bir ayın ərəfəsindəyik. Artıq bir neçə gün qalıb. Vallahi mömin sevinməlidir. Allah Resulü sallallahu aleyhi və səlləm müjdə verər sahabələrinə. Çünki əzəmətli bir aydır möhtərəm qardaşlar. Vallahi çox əzəmətli bir aydır. O ayı artıq müminin mövsümü gəlir. Ramazan ayı müminin mövsümüdür. Hər bir işdə olduğu kimi ibadətlərdə də müminin mövsümü Ramazandır. Hər günümüzü Ramazan ayında möhtərəm qardaşlar dəyərli keçirməliyik, faydalı keçirməliyik. Bəlkə sonuncu Ramazanımız ola bilər. Hər hansısa birimizin, Allah hər birimizə çoxlu Ramazanlar nəsib etsin. Səhhət, afiyət içində. Çünki Ramazan aylarını yaşamaq hər möminə nəsib olmur. Bizlə bu il, yəni bizlə keçən il olan insanların bəziləri bu il yoxdur. Nəsib olmayıb. Ona görə Allahdan istəyək ki, bizləri Ramazana afiyət içində çatdırsın və bu ayı dəyərli keçirək möhtərəm qardaşlar.